İlk növbədə təbii ki, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinə Vüsal Məmməd sizə təşəkkür edirəm ki, belə əhəmiyyətli mövzuda təşkil edilən dəyərli masaya dəvət edibsiniz. İlk əvvəl onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Rəqəmsal İnkişaf Şurasının sədri, hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlər ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələsinin əsas istiqamətlərini müəyyən etmişdir. Bu prioritetlərin mərkəzində artıq sadəcə xidmətlərin elektronlaşdırması deyil, məlumat əsaslı idarə etmə, süni intellekt, vahid rəqəmsal arxitektura və nəticə yönümlü proqram idarə etməsi dayanır. Məhz bu yanaşma dövlət idarəçiliyinin daha çevik, daha şəffaf və daha səmərəlidir. Hörmətli iştirakçılar, mən məhz bu çərçivənin içində kənd təsərrüfatı təcrübəsini, kənd təsərrüfatında həm rəqəmsallaşma, həm süni intellekt əsasında baş verənləri qısaca sizinlə paylaşmaq istəyirəm burada. Çünki kənd təsərrüfatı biz qeyd etdiyimiz kimi iqtisadiyyatın əsas sahələrindən biridir və son dövrlərdə qeyri-neft sektorunun inkişafı istiqamətində də xüsusi əhəmiyyət və prioritet təşkil edən sahələrdən biridir. Və istər kənd təsərrüfatı olsun, istər digər sahələr olsun, qeyd etdiyimiz strategiya istiqamətində rəqəmsallaşmaya və ya süni intellektin istifadəsinə gedərkən qarşılarına ilk əvvəl qoyulması gerəkən suallar var. Bu sahədə Vüsal müəllimin qeyd etdiyi kimi nə qədər data var? Bu sahədə həqiqətən çox saylı data var və bu dataların bir-biri ilə necə deyirlər, qarşılaşdırılaraq, bəzən dürüst data olaraq istifadə edilərək qərar verməyə ehtiyac var. Digər qismi isə bu rəqəmsallaşmadan istifadə edərək vətəndaşlara göstərəcəyimiz xidmət daha səmərəli hala gələcək. Bu iki sual bizim də qarşımızdaydı və iki sualın cavabı da müsbət idi. Çünki kənd təsərrüfatında qeyd etməliyəm ki, hər bir qərarın arxasında milyonlarca hektar torpaq, yüz minlərlə fermer, ölkənin ərzaq təhlükəsizliyi kimi xüsusi bir məqsəd dayanır və kənd təsərrüfatında vətəndaşlara göstərilən xidmətlər çoxsaylı vətəndaşı əhatə eləyir və istifadə edilən dürüst məlumatlar həmin xidmətin çevik göstərilməsində çox xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən qeyd etmək istəyirəm ki, kənd təsərrüfatında rəqəmsallaşmanın əsas sütununu bugün adını böyük ehtimal hamımızın bildiyi elektron kənd təsərrüfatı informasiya sistemi dayanır. Hansı ki, 2020-ci ildən etibarən bu sahədə informasiyaları toplamağa başlamışdır. Çox vaxt sistem subsidiya sadəcə dövlət dəstəyi verir qismində başa düşülürdü. Bunun xüsusi bir səbəbi var. Bəli, elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə 2020-ci ildən etibarən dövlət dəstəkləri elektron göstərilməyə başlayıb və bu ona gətirib çıxardıb ki, burada səmərəliliyi biraz əvvəl qeyd eləmişdim. Nəticədə dövriyyədə olan 15 milyondan çox kağız həmin dövriyyədən qaldırıb. Yəni, hər il 400 minə yaxın insanın kağız daşıyıcılarda dövlətə təqdim elədiyi, bunun nəticəsində dövlət dəstəyi əldə elədiyi bir mübadilə artıq elektron formada və bu 15 milyon kağızın heç bir şəkildə olmadığı bir hala gətirilibdir. O səbəbdən həmişə kənd təsərrüfatına ECDIS ən birinci subsidiya dövlət dəstəyinin verilməsi istiqamətində sistem kimi başa düşülür. Amma onu qeyd etmək istəyirəm ki, bugün artıq sistemin içində torpaq istifadəsi, heyvandarlıq, laboratoriyalar, fitosanitar nəzarəti, toxumçuluq, agroservis, aqrar ticarət, dövlət sifarişləri və digər istiqamətlər də vahid rəqəmsal ekosistemdə birləşən bir milli aqrar platformaya çevirmişdir. Yəni, bugün artıq toxumçuluqla bağlı görülən işlər də sahəyə gedilib baxılıb, toxumçunun aprobasiyanın aparması, şəhadətnamənin verilməsi və s. və ya heyvanlara vaksinasiyanın keçirilməsi, bunların hamısı da sistem vasitəsilə elektron qaydada məlumatlandırılır və biraz əvvəl qeyd etdiyimiz bir məlumat databazanı da paralel olaraq formalaşdırır. Bunun əhəmiyyəti nədir? Çünki bildiyimiz kimi məlumat bazası olmadan nə düzgün planlaşdırma, nə effektiv monitoring, nə də ölçülə bilən nəticələr əldə edə bilərik. Və bugün rəqəmsallaşmanın artıq növbəti mərhələsinə keçirik ki, bu növbəti mərhələ süni intellekt əsaslı qərar vermə sistemlərinin qurulmasıdır. Sadəcə bir misalı qeyd etmək istəyirəm. Elektron sistemdə biraz əvvəl qeyd elədim, 400 minə yaxın fermer hər il əkinlərini bəyan edir və həmin əkinlərinə ekvivalent olaraq dövlət dəstəyi alırlar.
və həmin əkinlərin həqiqətən qeyd edilən yerdə edilməməsi yoxlanması gərəkən nöqtələrdən biridir. Çünki dövlət vəsaitinin səmərəli istifadəsi nöqteyi nəzərindən bu konkret baxılmalıdır. Bunu insan əməyi ilə biz həyata keçirdiyimizdə ölkəmizdə 1 milyon 300-ə yaxın əkin sahəsinin təqribən 10% yoxlana bilirdi insan gücü ilə. Və qəbul eləyək ki, insanla yoxlamalar hər zaman sui-istifadəyə açıq nöqtələrdən biridir. Bugün süni intellekt həlli bizə imkan verir ki, bu 1 milyon 300-ə yaxın hektarı hətta o istifadə elədiyimiz insan resursları olmadan avtomatlaşdırılmış qaydada və 100%-ə münasibətdə yoxlaya bilək. Təbii ki, bunun da qarşısında yenə arxadakı data və müəyyən bir həllərin olması dayanır. Yəni, indiyənə qədər formalaşdırılan məlumatlar, struktur, proqram təminatları bu gün ona xidmət edə bilir. Yəni, bundan olmasaydı, bu gün başladığımız nöqtədə süni intellektlə bu qərar vermə ola bilərdimi? Xeyr, ola bilməzdi. Cari halda aqrar süni intellekt layihəsinin içində məhz birinci nöqtədə biraz əvvəl qeyd elədiyim məsələ durur ki, ölkənin aktual monitorinqini çox qısa bir müddətdə edə bilmək və biz biraz əvvəl müəllim qeyd elədi, bəli, qaydalar lazımdır, qaydalar hal-hazırda bəlkə bir bürokratiyaya yol açır, amma indiki texnoloji həllər həmin bürokratiyanı azaltmağa imkan verir. Yəni, çevik qərar vermə dediyimiz məsələ işin içinə girdiyimizdə həm vətəndaş, həm də dövlət məmnun qalır vəziyyətdən və səmərəli fəaliyyət artıq o zaman formalaşmış olur. Süni intellekt layihəsinin içində hazırda 33 süni intellekt həlli artıq hazırlanma mərhələsindədir. Bunların bəziləri istifadəyə də keçib. Və bunlar həm dövlət üçün, həm fermer üçün konkret nəticələr yaradır. Bir neçəsini qeyd eləmək istəyirəm. Peyk görüntülər və süni intellekt vasitəsilə əkin sahələrinin avtomatik monitorinqini mən qeyd elədim. Və bu yanaşma sahəsində həm yanlış subsidiya halları aşkar edilir, dövlət vəsaitindən daha səmərəli istifadə olunur, subsidiya prosesləri əhəmiyyətli dərəcədə sürətlənir. Digər istiqamətdə ölkə üzrə bitki xəritələrinin hazırlanması, regionların ixtisaslaşmasının müəyyən edilməsinə, əkin strukturunun düzgün planlaşdırılmasına və gələcək siyasətin formalaşdırılmasına imkan verir. Biz hər zaman deyirik ki, doğru bitki doğru yerdə əkilməlidir, amma bunu dediyimiz şəkildə bütün nöqtələrdə ifadə edə bilirikmi? Xeyr. Amma cari halda süni intellekt həlli həm fermerə olduğu yerdən, məkandan əkmək istədiyi bitkinin sistemə daxil etməklə həmin bitkinin bütün fenoloji dövrlər üzrə yaşadığı yerdə hansı risklərlə qarşılayacağını vətəndaşın qarşısına çıxara bilir. Bu da vətəndaşın həmin qərar vermə mexanizmini tətikləyir ki, əgər fenoloji dövr üzrə müəyyən riskləri çox olan bitkini həmin yerdə əkməməsi mənasına gəlir və ya həmin riskləri ortadan qaldıracaq şəkildə yenə də əkmək mümkündür. Çünki bu sahədə alimlər həmişə razılaşmırlar. Bugün ixtisaslaşma desəz bir nöqtədə hamı burada həmin bitki olsun, bir qismisi olmasın deyə bilər. Yəni, bunun əyani nümunələrini gördük. O səbəbdən texnoloji həllər bu istiqamətdə fermeri olduğu yerdə, olduğu məkanda və sahəsində qərar verməsini asanlaşdıran amillərdəndir. Sonra torpaq və iqlim məlumatlarının emalı əsasında hansı bitkinin hansı ərazidə əkilməsi və məhsuldarlıq dərəcəsinin müəyyən edilməsi imkanlarını da artıq süni intellekt həlli ilə müəyyənləşdirə bilirik. Bu qeyd edeyim ki, ölkədə qurulan iqlim stansiyalarının, bu istər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qurulan meteorostansiyalar olsun, istər özəl sektor tərəfindən, çünki biz qeyd elədik ki, bu sahədə özəl sektorun iştirakı da əhəmiyyətlidir və özəl sektor tərəfindən qurulan iqlim stansiyaları və Kənd Təsərrüfatı Nazirliyinin özünün də referans nöqtələrdə qurduğu iqlim stansiyalarının birləşdirilməsi və keçmişə yönəlik 20 ilə münasibətdə iqlim məlumatlarının birgə istifadəsi nəticəsində artıq tövsiyələrin verilməsi halına gətirə bilir və bu həm iqlim amillərinin, həm də torpaq amillərini nəzərə alaraqdan həm fermerlərə, həm dövlətə bu istiqamətdə məlumatlar verə bilir ki, sahədəki məhsuldarlığı nə qədərdir və baş verən iqlim hadisəsinə görə həmin məhsuldarlıq hansı dərəcədə dəyişə bilir. Su ehtiyatlarının idarə olunmasında rəqəmsal transformasiyasının mühüm istiqamətlərindən biridir bildiyimiz kimi. Süni intellekt əsaslı suvarma modelləri torpağın nəmlik göstəricilərini, iqlim məlumatlarını və su stresini təhlil etməklə optimal suvarma vaxtını müəyyən edir. Bu isə həm su resurslarının qorunmasına, həm də məhsuldarlığın artırılmasına xidmət edir.
Digər tərəfdən bitki sağlamlığı monitorinqi və xəstəlik risklərinin əvvəlcədən proqnozlaşdırılması fermerlərə operativ bildirişlərin göndərilməsinə imkan yaradır. Cari halda da bizim artıq müəyyən bitkilər üzrə fermerlərimiz bu xəbərdarlığı sahələri üzrə və bitkiləri üzrə almağa başlayıblar. Və bu da onları problem baş verməmişdən əvvəl qərar almağa və qarşısını almaq, məhsuldarlıq itkilərini isə minimuma endirmək üçün imkanlar yaradır. Hörmətli iştirakçılar, rəqəmsal transformasiyanın qeyd elədiyimiz kimi əsas məqsədi əslində texnologiyanın özü deyil, əsas məqsəd məlumatı dəyərə çevirməkdir. Biz artıq məlumat toplayan dövlət modelinə məlumatı təhlil edən, proqnozlaşdıran və qərar qəbul edən dövlət modelinə keçirik. Bu isə yalnız informasiya sistemlərinin mövcudluğu ilə deyil, onların vahid arxitektura daxilində inteqrasiyası ilə mümkündür. Biz bunu sahədə tətbiq edərkən xüsusi əhəmiyyətini çox gördük. Çünki qeyd edildiyi məlumatlar bir çox qurumlardan inteqrasiya ilə əldə edilən məlumatlara da, məsələn, torpaq məlumatlarının əmlak məsələləri dövlət xidmətindən gəlişi, həmin koordinatların doğru müəyyən edilməsi və koordinatlarda baş verən hadisələrin təyin edilməsi, inteqrasiya ilə digər məlumatların gəlib və qarşılıqlı çarpaz yoxlanması çox-çox xüsusi əhəmiyyət daşıyır və yekun məhsulun yaxşı olmasına birmənalı şəkildə xidmət eləyir. Və burada yaradılan hökumət buludu, vahid məlumat mübadiləsi platforması prinsipləri də bütün dövlət qurumları üçün mən düşünürəm ki, bugün ortaq prioritetdir. Çünki vətəndaş və fermer də bizim sahəyə baxsaq, müxtəlif dövlət qurumlarının ayrı-ayrı sistemləri ilə deyil, əslində vahid rəqəmsal dövlətlə qarşılaşmaq onlar üçün daha asandır və düşünürəm ki, istədikləri də bu olacaqdır. Rəqəmsal transformasiya yalnız texnologiyaya investisiya deyil, bu eyni zamanda insan kapitalına da investisiyadır. Biz də bunun əyani olaraq sahədə nümunələrini görürük. Yəni bizim fermerlər 2020-dən 2026-ya bir dəyişim keçirdiklərini qeyd edə bilərik. Bugün onlar bizdə sistemdəki səhvləri, boşluqların hətta müəyyən edilməsində həqiqətən dəstək olur və ya bunu sui-istifadə edərək dəstək olurlar. Yəni bu belə inkişafa aparan yollardan biridir. Bunu da xüsusilə qeyd eləmək istədim. Və eyni zamanda dövlət özəl sektor, startup ekosistemi, akademik mühit arasında əməkdaşlığın genişləndirilməsi innovasiyaların daha sürətli keçidinə də imkan verir və biz hesab edirik ki, aqrar sahə bu əməkdaşlıq üçün ən böyük tətbiq platformalardan biridir. Bu səbəbdən dünəndən bugünə bu işə başladıq və biraz əvvəl Rəşad müəllimin qeyd elədiyi kimi biz qurulan gündən və hər həftə həqiqətən həftədə bir dəfə bundan bağlı görüşürük. Adına ECDIS iclası deyilir, bizim IT departamenti rəhbəri də buradadır və o ECDIS iclasında əslində müzakirə edilən məsələlər sadəcə texnoloji məsələlər deyil, bunların hamısının birlikdə qiymətləndirilib, ya sizin bürokratik mexanizmlərinizi də düzəltməyə aparan yoldur, eyni zamanda yeni texnoloji həllərin kəşf edilmə yoludur və deyə bilərik ki, bu effektiv bir üsuldur. Və biz hesab edirik ki, burada əldə olunan texnoloji yenilik fermerin gəlirinə, məhsuldarlığına, nəticə etibarilə ölkənin ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir və mən nəticədə qeyd eləmək istəyirəm ki, əslində rəqəmsal transformasiya uzun müddətli prosesdir. Biz başladığımızda 1 ilə bitər deyirdik və hələ də davam edirik. Görünən odur ki, heç vaxt bitməyəcək. Hələ ki, bugün həyatımıza süni intellekt girdikdən sonra və süni intellekt həllərinə keçdikdən sonra gələcəyin də düşünürəm ki, yeni həllər gətirəcəyini düşünürsək, bu proses hər zaman davam eləyəcək bir proses olacaq. Və prosesin uğuru texniki həllərlə deyil, vahid strateji baxış, proqram idarə etməsi, nəticələrin davamlı qiymətləndirilməsi ilə də təmin ediləcək. Əminəm ki, Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlər dövlət qurumları arasında koordinasiyanı daha da gücləndirəcək, rəqəmsal dövlət modelinin inkişafını sürətləndirəcək və Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsinə keçidini təmin edəcək. Təşəkkür edirəm diqqətinizə görə.